Salam dəyərli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Bugün gəlmişik tam mərkəzə, İrşad Telekomun tam yanına. Bir dənə 2 sotda 2 mərtəbə paket qurucu. Da yol dərdi çəkmirsən. Qapıdan çıxdın, 40-50 metr gedirsən, minirsən marşruta. Yəni o qədər yaxın bir yerdə sizə bir dənə möhtəşəm, super keyfiyyətli ev təqdim edir, amma ev deyil, bayaqdan sahəsidir. Burada yerin altında ehtiyat sükanı var. Yerin altında manqalxanası, arxa hissəsi açıq, tam şəkildə üzünün dizaynı, yəni qəşəng üzünün dizaynı çək. Balkondan çıx mərkəzə bax. Burada görürsünüz, qəşəng manqalın böyründə əlvan yeri, altında dolabları, ev, əsl belə deyək, kişi. Daxil olunub, daxil olan kimi bütün bu kafe hissələr hamısı istipoldur. Divarlar da aboy deyil ha, hamısı əl işləmələridir. Burada qəşəng bir düzlük kimi yığılır. İçi 3.50'dir. Tam 3.50. Daxil olanda buradan dönürük mətbəxə. Burada evimizin mətbəxidir. Mətbəxə bax. Mətbəxin də genişliyinə baxın. Pərdələrine kimi aslında daha xanımların pərdələri yoxdur. Burada aşağıdan belə qonaq otağıdır. Bak qonaq otağının genişliyi, bir yer genişliğe bakın. Rüstürü, işləmələri, ışıqları hamısı da kak balonla. Burada diğer bir otaq. Yani burada gördüğünüz heç bir şey aboy değil. Burada birinci mərtəbənin sanitarların sanuzeli. Bütün aksesuarları, boyadırı, alı dışı, üstün asma tavanına kimi hamısı hazır. Qəşəng belə bir tablo aslanır. Burada da aşağının kollektor sistemidir. Keçid alıb yuxarıya. Qəşəng belə bir pəncərə qoyulub işıqlandırmaya görə. Qəşəng işıqları var. Daxil olan kimi yuxarı da demək olar ki, tablolara istipol. Burada da istipolun kollektorudur. Bura yuxarının hamam tualeti. Bu da moydadır qoyulub, bunun tadı, duşu, hamısı da kartolojnadır. Yuxarı işıqları, qəşəng esti işıqları. Burada yataq otağıdır. Yataq otağının rüstürü, pərdəsi, ev tramvay olaraq tam köç yaşa bir evdir. Burada da diğer bir yataq otağıdır. Bu yataq otağından da balkona çıxış var. Balkonu sizə sonunda göstərəcəm. O bursi qapıdan. Burada diğer bir otaq. Bunun yuxarının qonaq otağı kimi. Deyirəm, bunlar pərdələri, pəncərəsi, rüstürü, qapılarda hamısı görürsünüz, hündür qapılardır. Keçid alırıq balkona. Bu da ki, evimizin